Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz, hər birinizi ayə verilişində xoş gördük. Çatmışıq 6-cı dərsimizə və vəhy və nübüvvət haqqında mövzularımız bulardı. 6-cı dərsimizdə mövzu Həzrəti İbrahimdir. Qurani Kərimdə Həzrəti İbrahim haqqında çoxlu ayələr var və burada bu ayələrə toplayıblar. İnşallah müəyyən qədər məlumatımız olacaq. Bəli, Həzrəti İbrahim, birinci ayə Ali İmran surəsinin 33-cü ayəsini inşallah oxuyuram. İnnəllâhe istafə, şübhəsiz Allah üstün qıldı. Burada istafanın mənası odur, üstün etdi. Səfa sözünün mənası da, Səfa Mərvə eşitmişsiniz həcc ziyarətində. Səfa orada şəffaf, və yaxud da saf daşa deyirlər. Ona görə onun adı Səfadır. Seçdi, üstün qıldı. Kimi? Ədəmə, Adəmi, və Nuhən və Nuhu, və ələ İbrahimə, İbrahimin ailəsini, və ələ İmranə, İmranın ailəsini, aləl aləmin, aləmlərə. Gəlin, ayəni toplumu şəkildə tərcümə edək. Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini aləmlər üzərində üstün qıldı və yaxud da üstün etdi. Belə tərcümə etsək daha yaxşı olar. Dərsimizin ikinci ayəsi Ali İmran surəsi 67-ci ayə. Mə kənə İbrahimu Yahudiyyən və lə Nasraniyyən və ləkin kənə Hanifən Muslimən. Burada mə inkarı bildirir, kənə də feildir. Olmadı. Mə kənə, yəni olmadı İbrahim Yahudiyyən, Yahudi və lə Nasraniyyən və Nasrani, burada da lə inkardır. Və ləkin kənə, lakin oldu Hanifən Muslimən. Hanif burada haqqa meyl edən, haqpərəst mənasını verir. Oldu haqpərəst müsəlman. Gəlin belə tərcümə edək. Toplumda İbrahim nə Yəhudi idi, nə də Nəsrani idi, yəni Xristiyan idi. O haqpərəst müsəlman idi. Quran ayəsidir. Ali İmran surəsi 67-ci ayə. Dərsimizin 3-cü ayəsi Ali İmran surəsi 68-ci ayə. İnnə əvlən nəsi bi İbrahimə لَلَّذ۪ينَ اتَّبَعُوهُ وَهَذَا النَّبِيُّ وَالَّذ۪ينَ آمَنُوا. Şübhəsiz, əvlən nəsi, cəmaatın ən yaxını bi İbrahimə, لَلَّذ۪ينَ اتَّبَعُوهُ, o kəslər ki, ondan itaət etdilər. وَهَذَا النَّبِيُّ, və bu Peyğəmbər, وَالَّذ۪ينَ آمَنُوا, və o kəslər ki, iman gətirdilər. Ayəni yığaq bir yerə tərcüməsin. Əlbəttə insanların İbrahimə ən yaxını, ona tabi olanlar, itaət edənlər, bu Peyğəmbər və iman gətirənlərdir. İman gətirən kəslərdir. Yəni o kəslər ki, iman gətiriblər və yaxud da bizim Peyğəmbər İbrahimdən itaət edənlər ona ən yaxın kəslərdir. Gəldik dərsimizin 4-cü ayəsi, Nisa surəsi 54-cü ayə. Fəqad ətəynə ələ İbrahiməl kitəbə vəl-hikmətə və ətəynəhum mulkən azimə. Fəqad ətəynə İbrahimə, həqiqətən biz ətəynə, əta etdik, verdik. Ələ İbrahimə, İbrahim ailəsinə, əl-kitəbə, kitabı, vəl-hikmətə, hikməti, və ətəynəhum mulkən azimə, onlara böyük mülk, hökumət əta etdik. Bir yerə yığaq. Həqiqətən biz İbrahim ailəsinə kitab və hikmət verdik. Və onlara böyük, əzəmətli, böyük bir hökumət əta etdi. Azim, yəni əzəmətli, böyük mənasını bildirir. Və gəldik Məryəm surəsinin 41-ci ayəsinə.
5-ci ayə وَذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا وَذْكُرْ xatırla bizim Peyğəmbərə deyir, xatırla fil kitabi İbrahim, kitabda İbrahimi İnnehu həqiqətən o, yəni İbrahim kənə oldu siddiqan nəbiyyə düzgün, doğru peyğəmbər, doğrucu peyğəmbər. Və bu kitabda İbrahimi xatırla ki, o çox doğrucu və peyğəmbər idi. Rahat bir ayədir. 6-cı ayə və dərsimizin 6-cı ayəsi Həcc surəsinin 78-ci ayəsinə baxaq. Millətə əbikum İbrahim. Atanız əbikum burada. Atanızdır. Millətə din deməkdir, şəriət deməkdir. İbrahim də addır. Atanız İbrahimin şəriəti, dini huva səmməkum. O adlandırıb sizi əl-musliminə, müsəlman, min qabl, bundan qabaq. Gəlin ayənin ümumi mənasına baxaq. Atanız İbrahimin dinidir. Millət-i əbikum İbrahim. Sizi əvvəldən müsəlman adlandıran odur. Huva ona qayıdır. Huva səmməkum kumul musliminə min qabl. Sizi əvvəldən müsəlman adlandıran odur. Gəlirik dərsimizin 7-ci ayəsi, yenə İbrahim əleyhissalam haqqındadır və Ənkəbut surəsinin 16-cı ayəsi. Və İbrahimə iz qalə liqavmihi i'budullaha vəttəqu. Və İbrahimi iz qalə liqavmihi, o zaman ki dedi qövmünə u'budullaha, Allaha ibadət edin, vəttəquhu və ondan qorxun. Ümumi tərcümə edirik və İbrahimi o zaman o öz qövmünə, liqavmihi öz qövmünə qayıdır, o öz qavminə qalə, o dedi öz qövmünə. Deməli, Allaha ibadət edin və ondan qorxun. İttəqu, vəttəqu, ondan qorxun deməkdir. Gəlirik dərsimizin 8-ci ayəsi, Əhzab surəsinin 7-ci ayəsi. Görürsünüz, dəyərli izləyicilərimiz, İbrahim haqqında nə qədər surələrdən bəhs olunur. Əlbəttə, onların hamısını yazmayıb bura, müəyyən bir ayələr yazılıb. Və iz əxadnə, burada bir şey deyim, o ki, və iz gəldi, xatırla var təqdirdə. Yəni, ey Peyğəmbər, xatırla. Və iz əxadnə, o zaman ki, minən nəbiyyinə mithəqəhum, Peyğəmbərlərdən əhd aldıq. Və minkə, və səndən də, və min Nuhin, Nuhdan da, və İbrahimə, və Musa, və İsə ibn Məryəm, İbrahim və Musa və Məryəm oğlu İsa'dan da. Ümumi tərcümə edək. Mithəqəhum kəlməsi burada əhd almağı deyirlər. Yəni, onların Peyğəmbərlərdən söhbət gedir, onlardan əhd aldıq. Yəni, onların əhdini aldıq, Peyğəmbərimizə xatırlat deyir. Necə ki, səndən də aldıq, bu ayə Peyğəmbərləri ümumi olaraq xatırladır. O zaman ki, biz bütün Peyğəmbərlərdən, xüsusilə səndən və minkə və xüsusilə səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsa'dan. Bunları xatırlat ki, biz sizdən əhd almışıq. Əlbəttə, Yasin surəsində bütün insanlardan da əhd almağı orada Allah Taala xatırladır. Ki, ey bəni Adəm, sizdən əhd almadığımı, belə bir ayə keçir Yasin surəsində. Sonra gəldik dərsimizin 9-cu ayəsi, Saffat surəsinin 109-cu və 111-ci ayələrindən burada deməli qeyd edir. Səlamun alə İbrahim. Nə gözəl. Allah bəndəsi elə bir məqama çatıb ki, Allah özü ona salam verir. Səlamun alə İbrahim.
Salam olsun İbrahimə. İnnehu min ibadinəl mu'minin. İnnehu şübhəsiz. O min ibadinəl mu'minin. İbadinə, yəni bizim bəndələrimizdən, mömin bəndələrimizdendir. İbad bəndə nə? Biz, əl-müminin mümin. Min də burada dandəndir. Həqiqətən o və yaxud da şübhəsiz o bizim mömin bəndələrimizdendir. Dərsimizin sonuncu ayəsi, 10-cu, Mumtəhənə surəsinin 4-cü ayəsi. Qad kânət ləkum usvetun həsənətun fi İbrahimə vəl-ləzīnə mə'ahu. Maraqlıdır, biz bəyək öncə də dedik ki, İbrahimi deyir Allah Taala və gətirir deyir ki, onunla olanlar, onun dinində olanlar, ona tabi olanlar. Allah Taala İbrahimi sanki burada bir pərsəng deyək, bir ölçü deyək, onunla ölçür insanları, ona tabi olan, onunla birgə olan, onunla iman gətirən çox maraqlıdır. Kânət idi, qad kânət şübhəsiz idi, ləkum sizin üçün usvə, nümunə, fi İbrahimə, İbrahimdə, vəl-ləzīnə mə'ahu və o kəslər ki, onunladır. Ümumi tərcümə edək, şübhəsiz İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Nə gözəl ayədir. Şübhəsiz İbrahim və onunla birgə olanlarda sizin üçün gözəl bir örnək vardır, nümunə vardır. Allah bizi də bu əziz Peyğəmbərlə olanlarla birgə etsin. Və burada bir şeyə də diqqətinizi çəkim. Kənət sözü ki var burada Mumtəhənə surəsində bəzən vaxtıdır deyir, bəzən vaxtı da oldu mənasını verir. Məsələn, və kənəllahu bi kulli şeyin alimə. Allah bütün şeyə alimdir, dir. Diqqət edirsən. Və kənəllahu bi kulli şeyin alimə. Amma qad kənət burada oldu mənasında istifadə olunub. Bəli, çatdıq dərsimizin ən maraqlı hissələrindən yeni lüğətlərimizə burada bir nəzər keçirdək. Birinci lüğətimiz ətəynə, verdik, əbun, əbi, əbə, əbu. Bunlar ata deməkdir və bu müəyyən adlıq yiyəli və təsirlik hallarda da işlənir, yəni bunların forması. İbn oğla deyirlər, ittəbəu, tabi oldular, əxadnə, aldıq, tutmaq, götürmək mənasına verir. Uzkur, xatırla, yada sal. İstafə, seçdi, üstün qıldı. Biz bunu dərsdə izah elədik. Əvlə, ən layiqli, ən yaxın. Hənif, haqpərəst. Səmmə adlandırdı. Siddiq, çox doğru danışana deyilir. Kənət, idi, oldu, olur. Dırdir, durdur şəkilsisi də verir. Məkənə olmadı, olmur. Burada mə gəlib kənənin əvvəlinə inkarı bildirir. Millətə, din, ayin, şəriət mənasındadır. Ədəm, Adəm Peyğəmbərin adıdır əleyhissalam. Əl, ya ələ, ailə deməkdir. Ələ İbrahim, İbrahimin ailəsi. İbrahim ad, usvatun, nümunə, örnək. Beyt və yaxud da beytun, ev. Həsənə, gözəl, yaxşılıq. Hikmə, hikmət. İmran, İmran adlı Həzrəti Məryəmin atası. İsə, İsa əleyhissalam, Məryəm, İsa əleyhissalamın anası. Muslim, müsəlman, təslim olmaq mənasındadır. Musliminə və ya muslimunə, müsəlman sözünün cəmidir bu. Musa, Həzrəti Musa əleyhissalam, mithaq, əhd peymandır. Mithaqahum keçmişdi ayədə. Nəbiy, peyğəmbər. Nəbiyyinə, nəbiyyunə, cəm formasıdır, peyğəmbərlərdir. Nəsraniyun, Məsihi, Yəhudiyun, Yəhudi mənasını bildirir. Bəli, çatdıq dərsimizin testlərinə. Görək burada testlərdə hansı kəlmələri verəcək. Hansı variant doğrudur, onu seçirik. Birinci, istafə
İttəbi'u. Baxaq görək hansı variant düzdür. A bəndi seçdi, itaət etdi. B bəndi seçdi, itaət etdilər. Burada biz tabe oldular olsa daha gözəldir. İttəbi'u tabe oldular. İtaət etdilər sinonim kimi də götürmək olar burada. İkinci, əxaznə, ətəynə. A bəndi aldıq, verdik. B bəndi götürün, verdilər. Hansı düzdür siz tapacaqsınız burada? Üçüncü, misaq, millətə, əhd, peyman, din. A bəndi. B bəndi, möhkəm, ümmət. Hansı düzdür? Dördüncü, hənif, usva. Burada A bəndi, zəif, kimi. B bəndi, haqpərəst, nümunə. Beşinci, səmmə, nəsraniyun. A bəndi, ad, dost, köməkçi və ya B bəndi, adlandırdı, Məsihi. Hansı doğrudur? Gəlirik əks olaraq. Birinci tərcüməni oxuyuruq. Ərəbcə görək hansı doğrudur siz tapacaqsınız. Birinci, çox doğru danışan, şübhəsiz. A bəndi, siddiq, qad. B bəndi, siddiq, əvlə. Hansı doğrudur? Təbii ki, burada siddiq, çox doğru danışana deyirlər. Şübhəsiz də qad, ləqad və bunları siz eşitmişsiniz. Qad kənət ləkum, məsələn. İkinci, xatırla, oldu. A bəndi, uzkur, mə kənə. B bəndi, uzkur, kənət. Hansı doğrudur? Üçüncüsü, ata, ailə. A bəndi, əb, ələ. B bəndi, əbə və İmran. Hansı doğrudur? Dördüncü, amma ən layiqli. A bəndi, ləkin, əvlə. B bəndi, əvlə, usvatun. Beşinci, haqpərəst, əhd, peyman. A bəndi, millətə, mithaqa. B bəndi, hənif, mithaq. Hansı doğrudur? Onu yazacaqsınız. Keçirik, müəyyən qədər ayələrin, hissələrin verib, onların tərcüməsini siz tapacaqsınız. Birincisi, وَلَكِنْ كَانَ حَنِيفًا مُسْلِمًا. A bəndi, amma haqpərəst müsəlman idi. B bəndi, amma o həqiqi müsəlman idi. Hansı doğrudur? İkinci, u'budullahə vəttəqu. A bəndi, Allahın bəndələri təqvalı olun. U'budullahə vəttəqu. B bəndi, Allaha ibadət edin və təqvalı olun. Hansı doğrudur? Ləllezîne təbə'uhu. Yenə dərsimizdən ayənin bir hissəsidir. A bəndi, şübhəsiz o kəslər ki, ona tabe oldular. B bəndi, ona tabe olan kəslər üçün. Dördüncü, millətə əbikum İbrahim. A bəndi, ataları İbrahimin ümmətinə. B bəndi, atanız İbrahimin dininə. Hansı doğrudur? Və sonuncu, qad kənət ləkum usvatun həsənə. Elə dərsimizdə də demək olar ki, sonuncu ayələrdən idi. A bəndi, şübhəsiz sizin üçün ən gözəl nümunədir. B bəndi, şübhəsiz siz ən yaxşı nümunəsiniz. Hansı doğrudur? Bəli, burada cədvəl verib, yenə həmişəki kimi 19 dənə cümlədir. Siz bu cümlələrin, mənaların qabağından yazacaqsınız. Səlamun alə İbrahim. Salam olsun İbrahimə. Bu qaydada yazacaqsınız tərcüməsin. İbadinəl müminin. Mömin bəndələrimizdəndir. Qalanı siz tapacaqsınız. İnnəllâh əstafə və iz əxaznə minən nəbiyyin və zkur fil kitabı İbrahim. İnnehu kânə sıddiqan nəbiyyən və ləkin kânə hanifən. آتينا آل إبراهيم الكتاب وآتيناهم ملكا عظيما وإبراهيم إذ قال اعبدوا الله واتقوه إن أولى الناس بإبراهيم للذين اتبعوه 14. وهذا النبي والذين آمنوا millətə əbikum İbrahim. Görürsünüz, hamısı dərstəndir.
Siz bu çalışmaları etsəz, daha çox ayələri tez bir zamanda tərcümə etməyi öyrənəcəksiniz. Huwa səmmâkum el-musliminə qad kanət ləkum usvatun həsənə fi İbrahimə vəl-ləzīnə ma'ahu. Bu da dərsimizin çalışma hissəsindən biri. İnşallah özünüz çalışacaqsınız. Və dördüncü tapşırıq, bu da gözəl tapşırıqlardan biridir. Oradan buradan məna verir və siz tapırsınız. İnna Allah astafa Adəm və Nuhan və alə İbrahim və alə İmran aləl aləmin. Şübhəsiz Allah boş yer buraxır və İmran ailəsini yenə boş yer buraxır, seçdi, üstün qıldı. İkinci, وَذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ إِنَّهُ كَانَ صِدِّقًا نَبِيًّا. Kitabda, yəni Quranda yer buraxır, şübhəsiz yer buraxır, oldu məna siz tapmalısınız. Üçüncü, فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا. Beləliklə şübhəsiz boş yer buraxır və hikmət boş yer və sonda mülk verdi. Dördüncü, İnne evlen nasi bi İbrahim'e lellezine etteba'uhu ve hâzen nebiyyü vellezine amenu. Boş yer bırakır. İbrahim'e yine boş yer bırakır. Bu peygamber ve qalanın özünüz tapın. Sonuncu, qad kânet lekum usvatun hasenetun fi İbrahim'e vellezine ma'ahu. Yine boş yer bırakıp sizin üçün yine boş yer bırakıp vardır. Bunu da özünüz tapacaqsınız. Bəli, dərsimizin bu hissəsində bir cədvəl verib, maraqlı cədvəl verib. Çünki biz 5-ci dərsimizdə feili izah elədik, ismi izah elədik və hərfi izah elədik. Burada bir cədvəl verib, mən o cədvəli sizə təqdim edirəm və burada siz tapacaqsınız feillər hansılardır, isimlər hansılardır. Deməli, kəlmə növlərinə biz bir tərəfdən yazacaqsınız. Kəlmənin özünü verib, onun qabağından növün yazacaqsınız inşallah. Birincisi, sələm hansı növdəndir? Kitabun, əl-kitab hansı növdür? Qalə hansı növdür? Burada baxın, sələmun isimdir. Müəyyən bir zamanı bizə göstərmir. Amma gəlirik, məsələn, qalə dedi, keçmiş zamanı bildirir. Burada artıq sələm isimdir, qalə feildir. Və yaxud da əl-kitab yadınızda olsa ad bildirən və ya əvvəlində əl artiklı olan kəlmələrə dedik ki, bunlar isimdirlər. Əl-kitab burada isimdir. Sonra gəlir sözləri verir. Əl-mu'mininə, fi, u'budu. Burada fi ön qoşmadır və hərfdir. Cər hərfi deyirlər buna. Yaxşı. İstafə, kənə, Allah, Nuhan, Sıddiqan, İttəquh. Və görürsünüz hərfdir. Nəbiyyən, ən-nəsu, əl-aləminə, mə kənə, ittəbi'u, əxadnə, yəhudiyyən, ən-nəbiyy, ən-nəbiyyinə, hənifən, əmənu, hum. Burada bunu deyim ki, deməli, hum əvəzlikdir, zəmirdir hum və bizdə zəmir əvəzlik deyirlər. Yəni, kumdur, humdur, bunlar zəmirdirlər və əvəzlik işlənirlər və isim adlanırlar bunlar. Min hərfdir, fə və s. Və burada bəzi kəlmələr var, onlar ekranda görürsünüz. İnşallah onları da siz özünüz yazacaqsınız. Ümumi bir söz deyim ki, bitişməyən əvəzliklər ki var, yəni zəmirlər ki var, əntumdur, hunnədir, hum, hiyə, huvə, əntə, ənti, ənə, bunlar bitişməyən əvəzliklərdir. Bunları da yadda saxlayın. İnşallah gələcəkdə lazım olacaq. Dərsimizin bu hissəsində 90-cı səhifədə ümumi bir izah verib İbrahim Peyğəmbər haqqında. İnşallah ona da özünüz bir nəzər keçirərsiniz. Və dərsimizin sonunda 92-ci və 93-cü səhifələrdə sərbəst çalışma yenə verib. Təbii ki, bunlar başqa bir ayələrdir. Qalu na'budu ilahəkə
və ilahə əbəikə İbrahim və İsmailə və İshaq. Qalu cəm gətirib burada dedilər mənasını. Bunu özünüz həll eləyəcəksiniz. Mən sadəcə olaraq bir yüngül nəzər salıram bu ayələrə. Qalu, bax burada dedilər feilini verib tərcüməsini. Əbə atalar mənasını, əbəikə. Burada kə də təbii ki biz mənasını bilirik. Kə birləşib əbə sözünə olub sən, sənin atan bunu bildirir. Ataların. İshaq da İshaq əleyhissalamın adıdır. Qalu na'budu ilahəkə və ilahə əbəikə və İsmailə və İshaqa. Bu ayələrin tərcüməsini siz inşallah özünüz çətin olsa da belə burada lüğətə müraciət etməklə onları yavaş-yavaş tərcümə eləməlisiniz. 7 dənə ayə verir. Qalu əmənnə, ikinci ayə. Billahi və mə unzilə aleynə və mə unzilə alə İbrahimə və İshaqa və İsmailə və İshaqa və Yaqub. Bu ayələrdə inşallah özünüz tərcümələrin edəcəksiniz. Çox maraqlıdır və bu ayələri tərcümə etməklə siz dərsin ayələrin daha da möhkəmləndirəcəksiniz inşallah. Əlbəttə biz bunların hamısını vermirik. Siz özünüz də məşğul ola biləsiniz. Bəli, çatdıq dərsimizin sonuna inşallah. Gələn dərsimizdə görüşmək ümidi ilə hər birinizi uca və əzəmətli Rəbbimizə əmanət edirəm. Vəssalamu aleykum və rəhmətullah.